İllərlə daxilində Kürd qrupları silahlandır, şərait yarat. PKK çönü bir anda pejak olsun. Sonra da denən ki, ətraf ölkə, müsəlmanlar bizə xəyanət edir. Bəs bilmirsən ki, PKK dövləti bölmək istəyir. Sən bilmirsən ki, Türkiyədə ən böyük problem PKK-dır. Aralarında bəzi irqçilər ola bilər, bu da qarşılıqlıdır. Bunu hərdən dövlət siyasətinə irgənc vəziyyətdə alət eləyirlər. Ancaq millət Türkiyədə ayıqdır, tolerant millət çoxdur. Amma İranın səhvi orada oldu ki, sən başqa ölkə üçün təsir qüvvəsi olaraq gələcəkdə istifadə eləyərik öz maraqlarımız üçün. Sən PJK kömək elə, bu gün PJK çönür neyniyir? Birinci sənin başı kəsmək istəyir.